Hər vaxtınız xeyir olsun uşaqlar. 12 aprel 2-ci zonaya düşən 9 illik test izahını verəcəm sizə. Deməli 57-ci sualda tam səthinin sahəsi 24 kvadrat santimetr olan kubun həcmini istəyir bizdən. İki düsturdan istifadə edəcəyik. Birinci, tam səthinin sahəsinin düsturu bizdə bilirik ki 6a kvadratıdır. Bu 24-ə bərabərdir. 24-ü 6-ya böləcəm. A kvadratı bərabərdir 4. A da bərabərdir 2. Tili 2 cm olan kubun həcm düsturda V bərabərdir A-nın kubu olduğu üçün 2-nin kubunu tapıram, eləyir 8. Cavab B variantı. 58-ci sualda isə x-in yerinə -2 yazacağıq. İfadənin qiymətini tapmaq üçün də hesablama aparırıq. Deməli, -2-ni -1,5-ə vuranda eləyir -3 vurulsun mötərizə. Mənfi için gətirib qoyanda olur müsbət 2 bölünsün 3 çıx 2 aşağısına 1 atırıq. Ortaq məxrəci gətirəm 3'ə vururam hər tərəfi. 3'də 2-dən çıxacam 3'də 6-nı. Deməli eləyir -3'də 4. Deməli bu mötərizənin içərisi elədir -3'də 4. Fikir verin 3'lər gedir qalır -4. Cavab -4. D variantı. Sonra 59-cu sualda ortaq vuruq mötərizə xərcini çıxartmaqla həll eləyəcəyik. Birinci surətə baxıram. Surətdə 7'lər ortaq vuruq çıxsa olacaq D plus C. Aşağıda ortaq vuruq 21 çıxsa D plus C qalır. D plus C'lər gedir qalır 7 bölünsün 21. 7'yə ixtisar aparacam 1 və 3 qaldı. Cavab 3'də 1. A variantı. Üçbucağın tərəflərinin uzunluğu 16, 18 və 20 santimetrdir. Deməli, üçbucaq çəkirik. Tərəfləri 16, 18 və 20 santimetrdir. Təpələri verilmiş üçbucağın tərəflərinin orta nöqtəsi olan, deməli, orta nöqtəsi olan bir üçbucaq yaradır və bunu perimetr istəyir bizdən. Təbii ki, əgər tərəfləri orta nöqtəsidirsə və tərəfləri 2 bərabər parçaya ayırıbsa, bu nədir? Orta xətt. Orta xətt çəkilmiş paralel olduğu tərəfin yarısıdır. 10. Bu orta xətt olacaq. Başqa bir rənglə istifadə edək. Bura 10 olacaq. Bu orta xəttdə 16'ın yarısı olacaq 8. Bu orta xəttdə 18'in yarısı olacaq 9. Təbii ki, burada 10'dur. Perimetri tap deyəndə 8 plus 9 plus 10 bərabərdir 27. Cavab A variantı. 61-ci sualda çevrənin uzunluq verilibdir 32 pi-dir. Bilirik ki, çevrənin uzunluq düsturu L bərabərdir 2 pi r-dir. Və o da bərabərdir 32 pi-yə. Pi-ləri ixtisar aparıram. Əgər 2 radiusumuz 32-dirsə, radiusumuz da olacaq 32-ni 2-yə bölürəm 16. Cavab B variantı. 62-ci sualda bölünən 496 qismət 4 qalıq 96. İndi fikirləşin. Bölünən A bölünsün B bərabərdir C və qalıq. Belə yazın. Deməli, burada qalıq 96'dır. Silib yerinə yazacağım. Qalıq 96. Bölünən də 496. Fikir verirsiniz, qalıq 96'dır. 496'dan 96'nın çıxanda nə qalır? 400. Qismətimiz də verib 4'dür. 400'ü 4'ə böləcəm 100. Deməli, cavab C variantı. 496'nın içində 104 dəfədir. Qalıq da 96'dır. 63-cü sualda dəfələrlə demişəm, əgər x kvadratın qabağında mən hər hansı bir əmsal görürəmsə, hər tərəfi, yəni bütün hədləri həmin əmsala böl. Ax kvadratı böl A plus bx böl A plus C bölünsün A. Yəni həmin əmsala bölürəm hər tərəfi. A'lar gedir, qalır x kvadratı plus B bölünsün A, x plus C bölünsün A. Bərabərdir 0. Kökləri -5 və 3 olarsa B böl A nisbətini tap. Görürəm, bu B böl A nisbəti bizə nəyi bildirir? Kökləri cəmini. Tez V7 yada düşür. Kökləri cəmi bizdə -B bölünsün A idi. -5-dən 3'ü qoyuram yerinə. -5'in üstü 3 gələndə neçə eləyir? -2. -2 bərabərdir -B bölünsün A. -ni aparıram. Olacaq cavab D variantı. B böl A bizdə müsbət 2'yə bərabərdir.
64-cü suala baxaq. Deməli, müqayisədir. Biz demişdik ki, əgər mötərizədə mənfinin kvadratı verilibsə, yəni cüt sayda qüvvətə yüksəldirəmsə müsbət olur. Amma mötərizəsiz cüt sayda qüvvəti mənfiyə bərabərdir. A müsbət 25-dir. Amma B mənfi 25-dir. C-də olduğu kimi qalır. 25. A, C-də olduğu kimi qalır. Deməli, bunlardan ən böyüyü A-dır. Çünki müsbətdir. Mənfilərdən də demişdik ki, kiçik olan böyüdür, böyük olan da kiçikdir. O da oldu cavab B variantı. 65-ci sualda nisbət verilibdir bizə və K mütənasibliyi əmsalını istifadə edəcəyik. Deməli, əgər baxıram ki, 3 hissəyə ayrılmış tərs sözünü görmürəmsə, tərs mütənasib hissələrə bölünmə sözünü, ona görə də olacaq düz mütənasib. 1K plus 2K plus 3K bərabərdir 180. 6K bərabərdir 180, K da bərabərdir 30. 30'u bir dəfə 1'ə vuracağım 30, 2'yə vuracağım 60, 3'ə vuracağım 90. Deməli oldu cavab C variantı. 66-cı sualda bəziləri deyir ki, kimiləri bunu keçməmişik, kimisi deyir ki, koordinatlar metodudur. Xeyr, 6-cı sinifin koordinat müstəvisi üzərində nöqtənin qurulmasıdır və ya hər hansı bir fiqurun qurulmasıdır. 6-cı sinifdə bu funksiyalar verilir. Məsələn, deməli, koordinat müstəvisində hər hansı bir nöqtələr verilir. Deyir, AB parçasını tap. ABCD kvadratını tap. Burada da verib bizə 3 nöqtəni, B təpə nöqtəsinin koordinatlarını istəyir. Quraq. Biz bilirik ki, birinci X, sonra Y koordinatları gəlir. X və Y yada salıram. X4, Y1'dir. Bax, bu A nöqtəsidir. C2, bura 2 olsun, özümüzdən yazaq. Burada 1 olsun. Aha, bu da olsun C. Mənfi 1, 2. Bunu biraz böyük çəkəcəm. Daha aydın görsənsin. Deməli, A nöqtəsi 4, qeyd eləyirəm. 1, yəni burada A nöqtəsi. C nöqtəsi 2, qeyd eləyirəm. Bu 4. Aha, 2 və mənfi 1. Deməli, düşəcək aşağı. Bura C'dir. Mənfi 1. D nöqtəsi 2, 1. Bax, buradadır. Bu da D'dir. Deməli, B nöqtəsi gəlib burada düşəcək ki, bu kvadrat olsun. Bütün tərəfləri bərabər. Koordinatları nədir? Fikir verin. B nöqtənin koordinatları baxıram. Bura 4 idi. Burada olur mənfi 1. Deməli, olacaq 4, mənfi 1. Cavab B variantı. 67-ci sualda kəsirin məxrəci surətindən bir vahid böyükdür. Uzun uzadı hesablamaqdansa deyərdim ki, variantlarla yoxlayaq. Burada Y variantıdır. İzahı biraz uzun gedir. 2 yolda deyəcəm sizə. Birinci yol variantlarla işləməkdir. Yəni, vaxtım məsəl üçün az qalıbdır. Baxan kimi buna tənlik əslində qurmalıyıq və məxrəcləri bərabərləşdirib, orada kvadrat tənliyi alırıq və diskriminantla kök tapmalıyım. Biraz uzun gedir. Vaxtım az qalıbdır, nə edə bilərəm? Təbii ki, variantlarla bir-bir yoxlamaq. Deyirik, kəsirin məxrəci surətinə bir vahid böyüdür. Fikir verin, bütün kəsirin məxrəcləri verilmiş kəsirlərin məxrəci surətindən bir vahidi böyüdür. Okey, bura düzdür. Bu kəsiri onun tərsi ilə toplasaq 2,5 edir. Birinci verilən 2,5'i çevirərəm. İxtisar apararam, qalar 2,20'də 1 və 20'də 41 alıram. Yaddaşda saxlayıram. Deməli, mənim kəsirim 20'də 41 olmalıdır. Deməli, 8'də 7'ni özünün tərsi 7'də 8 ilə toplasam. Eləcə 56'da 49'un üstə 64 gələcəm. 111 məsələn. 49'un üstə 64 gəldi. 113. Aha. Baxırıq ki, heç ixtisar da getmir. 20'də 41 də deyil. Bu deyil. 6'da 5'i 5'də 6 ilə toplayanda. Eləcə 30'da 61. Bu heç deyil. 4'də 3'ü 3'də 4 ilə toplayıram. 12'də 25 edir. Bu da deyil. 9'da 8'i 8'də 9 ilə toplayanda. 72'də 64'ün üstə 81 gələndə eləcək 100, deməli 45. Bu da deyil.
İndi sonuncu Y variantıdır cavab. İndi onu yoxlayaq. 5-də 4-ün üstünə 4-də 5 gəlirəm. 20-də 16 üstə gəlsin 25 eləcə 41. Cavab Y variantıdır. İkinci yolu isə kəsirin məxrəci surətindən 1 vahid böyükdür. Məxrəc və surət, məxrəc də 1 vahid böyükdür. Özünün tərsi ilə cəmi, yəni yerlərini dəyişdirirəm. Bərabərdir 20-də 41-ə. Ortaq məxrəcə falan gətirirəm. Ortaq məxrəcə gətirib hesablayıb kvadrat tərniyi alırıq. Yəni bu cür qurulur. Vaxt aparır. Vaxtım olmadıqda variantlarla işləyə bilərəm. Keçdik 68-ci sualda vuruqlara ayrını yazaq. Çoxsu bunu müxtəsərlə açır. Bəs yaxşı, müxtəsərlə açsaq vuruqlara necə ayıracaq? Ona görə də fikirləşirəm ki, nə ola bilər? 16-ya yazıram 4-ün kvadratı. Bu da təbii ki, A çıxı 5-in çöldən kvadratı. Baxıram bu hansı müxtəsərdir. Bir dəfə toplama, bir dəfə çıxma. Deməli, A çıx 5 çıx 4. A çıx 5 üstə gəl 4. Görürsən, müxtəsərdir. Yuxarıda qalır A çıx 9. Digər ikinci mötərizədə də qalır A çıx 1. Cavab Y variantı. A çıx 9, A çıx 1. 69-cu sualda hesablama düşüb. Hər il zaten zonalardan asılı olmayaraq bir hesablama düşür. Düzdür, burada 2 hesablama var. Amma orada ikisinin yerinə qiymət qoyaraq hesablamaydı. Deməli, burada kəsirlər, adi onluq kəsirlər olsun, sonlu sonsuz dövr onluq kəsirlər olsun, hesablamadır. Düzgün olmayan kəsirə çevirirəm birinci. 4-də 51. Burada aydın yazın. 4-də 51. Vur 2. Baxıram ki, 2 ilə 4 ixtisar gedə bilir. 2, burada da 1 qalır. O da eləcək 2-də 51, 25 tam onda 5. Bu elədir. 25 tam onda 5-dən çıxıram 27-ni. Eləcək mənfi 2 tam onda 5 bölünsün. Mənfi 3-də 4-ün, mənfi 3-də 4-ün, 4-də 3-ün kvadratı eləcək 16-da 9. Amma bölməni vur 9-da 16 kimi yazıram. Baxıram ki, ixtisar getmir. Ya yan-yana vurmalıyam. Bərabərdir. Mənfini müsbətə vuranda eləyəcək 1/5. Mənfi müsbətə vuranda eləyəcək deməli mənfi. Cavab mənfi. Baxıram 1/5 ilə 9 gedə bilir. Aşağıda 6 qalır. 6 ilə 16 2-yə gedir. Qalır aşağıda 3, yuxarıda da 8. Mənfi 3-də 8. O da eləcək mənfi 2 tam 3-də 2. Cavab Y variantı. Cavab Y variantı. 70-ci sualda kökaltı ifadədə 2 qat kökaltı olanda demişəm sondan başlayın yazmağa. Kökaltı 25-dən nə çıxır? 5. 4-ün üstünə 5 gələndə 9 eləyir. Bəs kökaltı 9-dan nə çıxır? 3. Yəni azad olur D variantı. 71-ci sualda tərkibində bu qədər mis olan 1 ton mis qaçıdanından 21 kiloqram mis alınmışdır. Deməli, burada birinci baxarıq görərik 1 ton mis qaçıdanından nə qədər mis alınır. Çünki tərkibində 2,5 mis var. 1 ton 1000 kiloqramdır. Deməli, 1000-i vuraram 2,5-ə bölərəm 100-ə. 2 0 silirəm, onu 2,5-ə vuranda edir 25 ton. Deməli, 1 ton misdə 2,5% misdir, yəni tərkibində bu qədər mis var 1 tonun. Və bu mis qalçıdanından nə qədər itkiyə gedir? Çünki bu əridəndə 21 kiloqram alınır. 25'im 100%'dir. Bu mis qalçıdanın tərkibində olan təkcə misin kütləsidir. 21 kiloqram əridildikdə alınırsa, deməli o 4 kiloqramı itkiyə gedir. Məndən də itkiyə gedən faizini istəyir. Çarpaz vuracağım. 4 vur 100 böl 25. 25 ilə 100 gedir 4. 4'ü 4'ə vuranda eləcə 16 faiz. Cavab Y variantı. Oxşarlıqda üçbucaqların oxşarlıqları düşübdür. Əgər üçbucağın oxşardırsa, ikisi də bucaqları bərabərdir. Mütləq. Əgər bucaqlar bərabərdirsə, bu üçbucaqlar ya bu fiqurlar belə deyim ki, oxşardır. Oxşarlığa görə baxın, bura bir alfa yazacağım. Fərqlidir. Onda burada alfa olur. Bettadırsa, burada betta olacaq. Bura qammadırsa, burada qamma.
Alfa qarşısındakı tərəf 4 bölünsün. Digər oxşar üçbucaqda alfanın qarşısı x plus 4-ə nisbəti bərabərdir. Bettanın qarşısındakı 2x çıx 5 bölünsün. Digər bettanın qarşısındakı 6-ya nisbəti. Onda çarpazı vurub açacağım. 2x x-ə vuranda 2x kvadratı mənfi 5-i 4-ə vuranda mənfi 20 bərabərdir. Davamı da var. Üstə gəl. 8x çıx 20. Bir dəqiqə. 2x kvadratı çıx 5x. Üstə gəl 8x çıx 20. Aha, sadələşdirək. Deməli, burada x 2x kvadratı üstə gəl 3x çıx 20 bərabərdir 24 olur. Çıx 24 olanda olur orada da çıx 44 bərabərdir 0. Diskriminantdan kök tapacağım. 9 plus 352 bərabərdir 361. 19 çıxacaq. Mənfi 3 üstə gəl 19 bölünsün. 2 misli 4. O da eləyəcək 4. Deməli, cavab burada 4-ə bərabərdir. 73-cü sualda təbii ki, biz x-i həllər çoxluğunu tapırıq. Amma burada 2x-dir. 2x olduğu üçün demişəm, hər tərəfi 2-yə böl. Mənfi 1,5 kiçikdir 2x kiçikdir 11. Tam həllərin cəmini istəyir. Daha doğrusu x-ə 2'ye bölmüşəm. Aha, tam həllərinin 11'i də 2'ye böləndə eləyəcək 5,5. Tam həllərinin cəmi istəyir və deməli mənfi 1,5 ilə 5,5 arasında hansı mənfi ümumiyyətcə tam həllər var? Mənfi 1, 0, 1, 2, 3, 4, 5. Bu ədədlərin cəmini istəyir. Mənfi 1 ilə müsbət 1-in cəmi 0'dır. 2'nin üstə 3 gələcəm 5, 9, 14. Cavab 14. 73-cü sualda. 74-cü sual funksiyada orada deyir apsisi mənfi 4 olan nöqtənin ordinatını tap. Təbii ki, apsis hansı oxuydu? X oxudu. Gətirib x-in yerinə mənfi 4 qoyacağım. Mənfi 4'ü 2'yə vururam. Mənfi 8 üstə gəl y bərabərdir 5. Y də bərabərdir 13. Çünki 5 üstə gəl 8 olur. 13. Bu da 74-cü sual. 75-ci sualda bu ədədləri deyir cüt ədədlər olarsa, biz də bilirik ki, cüt ədədləri sonu 0, 2, 4, 6, 8-dən bitir. Və biz bu ədədlərə rəqəm yaza bilirik ancaq. Rəqəm də 0-dan 9-a candır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmi yazmalıyam. O da baxıram ki, deməli məndən cəmin ən böyük qiymətidir. Ən böyük rəqəm neçədir? 9. Ona yaxın ən böyük 8'dir. Son rəqəmlərini toplayanda 7 ilə bitir. Bu cüt ədəd deyil. Deməli, bu da 7 ədədiymiş. Doğrudan da toplayanda 16 edir. Bizdən də ən böyük qiymət istəyir neçədir? 16. Cavab 16. Digər suala baxaq. Deməli, 76'da. Baxıram, belə bir tənliklər sistemi verir və toplama teoremindən istifadə eləyərəm. Aşağını mənfi 1'ə vuracam hər tərəf. Mənfi x kvadrat çıx 3xy çıx y kvadrat bərabərdir 4. Aşağıdakını olduğu kimi köçürdəcəm. Üstə y kvadrat bərabərdir 14. Və tərəf-tərəfi toplayıram. X kvadratları, y kvadratları gedir, islah olur. 2 mənfi ədədin cəmini toplayıb mənfi işarəsi qoyuram. Bərabərdir. Deməli 14'dən də 4'ünü çıxanda eləyəcək 10. X, y də bərabərdir mənfi 1. X, y mənfi 1 tapdım. Gətirib burada yerinə qoysaq yazacağım. X kvadrat üstə gəl y kvadrat bərabərdir. Mənfi 1 3'ə vuram. Mənfi 3 keçir bu olur 7. Deməli bu x kvadratı üstə gəl y kvadratdır. Buradan da x, y tapmışam. Mənə isə alınma düsturundan istəyir. Deməli yazacağım x çıx y-ın çöldən kvadrat üstə gəl 2x, y bərabərdir. Deməli burada x çıx y tapmalıyam. X, y-ın yerinə mənfi 1 yazıram. Bu da ümumi kökü verilibdir bizə 7. Mənfi 1'i 2'yə vuranda eləyir mənfi 2. Keçəndə bu bizə plus 2 olur 9. Neyin kvadrat 9'unu? Təbii ki 3'ün. Cavab olacaq 3. 77-ci sualda belə bir koordinatlar metodu verilibdir. K 4 0'da. Deməli K 4 0'da. Buranın uzunluğu tapdım 4'dür. Əgər burada 4 ise burada 4. Çünki bizə veribdir diagonalların kəsişmə nöqtəsi K'dır.
Eğer diagonallar kəsişirsə demişdim yarıya bölünür. Yani beraber parça. Buradan bura 4 ise burada 4. Ve bu bir təpəsində koordinat başlanğıcında olan deyir. Kvadratın sayısını tap. Diagonalı neçə santimdir? Baxın 8. Diagonalı verilibsə tərəfi necə tapacağım? Deməli A bərabərdir. Diagonalı bölürəm kökdəkiyə. Yəni 8 bölünsün kökdəki. 8 kökdəki böl 2. Xısar gedir qalır 4-də. 4 kök altı 2. Deməli mən 4 kökdəki bunun tərəfini tapdım. Sahəsi isə A vur A'dır. Yəni 4 kökdə 2 vur. 4 kökdə 2. 4'ü 4'e vururam 16. Bu da 2'ye vuranda eləcə 32. Cevap 32. 77. sualda. Və 78. suala baxaq. AC və BD düz xətləri deməli bir E nöqtəsində kəsişiblər. YF tən böləndir. Hansı bucağın? B, E, C'nin. Deməli bura x-də, burada x-də. Tən bölübdür. C, YD 50'dir. C, YD 50'dir. 3 bucağın daxil bucaqların cəmi 180'dir. 2x üstə gələnli bərabərdir. 180. Deməli 180'dən 50'ni çıxaram. Eləyəcək 130. 2'ye böləcəm 65. 65. Bura 50'dirsə, onda burada 50'dir. Qarşı bucaqlar bərabərdir. Məndən də bax bu bucağı istəyir. A, Y, F. O da 60'dan 65 ilə 50'nin cəmi eləyəcək 115. 79. suala baxaq. Deməli bu düz bucaqlıda biz bilirik ki diagonal onu 2 dənə düz bucaqlı 3 bucağa ayırır. Və bu düz bucaqlı 3 bucaqda təpədən çəkilən hündürlük həm ayırdığı parçaların hasilinə bərabər olacaq. Yəni verilib bizə bura x yazıram. Bura deməli yenə x-dir. Buranı taparam. Neçə eləyəcək? Baxaq 24. Çünki burada verilib 5'dir. Çünki bizdə sahə verilib. Sahə üstürə A vur B bölü 2'dir. Yəni katetin katete hasili bölü 2 verib bizə 60. 60'ı 2'ye vuracağım. 120. 120'ni də 5'e böləndə 24 tapdıq. Deməli burada belədir. H-ın kvadratı bərabərdir. X vurulsun 24 plus x. Vurub açacağım. X kvadrat plus 24x bərabərdir. 25. Yəni çıx 25 bərabərdir. Sonra diskriminant 576 üstə gəl 100 bərabərdir 676. Nə çıxır oradan? 26. Deməli olacaq 26. Mənfi 24 plus 26 bölü 2 verir bizə 1. Deməli bu x-ların yerinə 1 yazacağım. Burada 1'dir. Bura 24'dür. Burada 1'dir. Toplam eləyəcək cavab 26. Keçdik 80-ci suala. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirilir. Fizika fənnindən qeyri-məqbul qiymət aşağı alanların sayı 8 nəfər. Hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfər. Deməli, yalnız fikir verirsiniz. Yəni, yalnız fizika fənnindən 8 nəfər, hər iki fəndən 9 nəfər. Deməli, məndən buranı istəyir. Yalnız fizikanı daha doğrusu. Ona görə də neyini toplayıram. 9 ilə 8 eləyir 17. 24'dən də çıxaram 17'ni eləyəcək 7. Cavab 7. Cədvəldə 26 tələbənin topladığı ballar üzrə məlumat verilmişdi. İmtahanlarda toplanan ballar. O da baxıram ki bizə nə deyir? Ardıcıl seçilmiş 2 tələbənin birincisinin deməli ardıcıl seçilir. Neçədən nədir? 26 dənə uşaqdan. Ardıcıl seçilir deyəndə artıq birini seçmiş oluram indi. 70-84 arası. Baxıram 70 ilə 84 arası bunlar eləyir. Toplam neçə elədi? 10. Yazıram 26'da 10 vurulsun. Axı 26 şagirddən birini artıq seçmişəm. Qalıb 25 şagird. 25'də məndən 85 və 99 aralığını istəyir. Burada neçədir? 13. Ay sağ ol. Deməli 26 ilə 13 1. 13'e bölünür 2. 5'e bölünür 2. 5'e bölünür 5. O da eləyəcək. 2'ləri də buradan aparıb. 5'də 1. 0 tam 10'da 2.